Ne için Avropalılar uca boyludular? Bunun hamısının səbəbi bu tiroksindir, biləsiniz, əziz insanlar. Bu yodu qəbul eləmək vacib lazımdır. Necə gündəlik su içirsən, necə gündəlik qıda qəbul edirsən, necə gündəlik hava qəbul edirsən və bu yodu da insan ömrünün axırına qədər qəbul eləməlidir. Eləməsə o mütləq xəstəliklərə düçar olacaq, təzədən dərman dalınca qaç. Ben açık derim. Yod qana düşən kimi bütün mikroorganizmlərin hamısını məhv edir yod. Yod virus xəstələrinin hamısını, viruslar məhv edirlər. Buradan deyirəm ki, koronavirusları da məhv edir. Açıq deyirəm, koronavirus da virusdur. Bütün virusların hamısına təsir göstərir. Yalnız bu koronavirus dövründə bunu qəbul eləməyin. Ömrü boyu qəbul eləməlisən. Ömrün axırına qədər bunu qəbul eləməlisən ki, sənin yaşamağın fizyoloji qocalıqdan insan ölsün. Daha yalan bir xəstəlikdən yox. Bunların hamısının səbəbi, əziz insanlar, mən xalqımı gümrah və sağlam görmək istəyirəm. Bizim Azərbaycanda, suyunda və torpağında yod azdır. Mən açıq deyirəm, Böyük Qafqaz Sıra dağlarında 29-31 pikogramdır. Yəni, təxminən 70 pikogram çatmır. Normal ən aşağı səviyyəsinə çatmır, ha. Yuxarı səviyyəsi 300-dür. Yəni, bizim insanlar ayaq üstə yatırlar. Elə bir ayaq üstə keydilər. Gec anlayırlar. Gec dərk edirlər. Yadda saxlaya bilmirlər. Yaddaş nədir? Sinirdən impuls keçməsidir. Bax, Peypes qurğu var. Yaddaş bu da olur. Əgər bu hipokampa bir dənə impuls gəlirsə, impuls kodlaşıb, beyində olan neyronlar biri-biri ilə danışırlar, bizi kim onların da dili var, ay oğul.